Hər birinizi Gürcüstan Ruslavi şəhərindən salamlayırıq. Bugün tarix 30 may 2025-i göstərir və biz gəlmişik Ruslavi International Motoparka. Təkərlərimizi götürürük. İnşallah hamısını disklərə vuracağıq və bugün lazımı qədər inşallah ki məşq eləyəcəyik. Deməli, təkəri belə daşıyırıq məcburiyyətdən. Bayaq göndərdiyimiz təkərlər indi gəldi. Sağ olsun Gürcü dostlarımız bizim üçün belə bir pikap təşkil edir. Təkrar təkərə aparıb gətirməyək deyə, yəni bir dəfəlik bunu verdilər ki, gedin bütün işlərinizi həll eləyin. Deməli, bayaq Fərid və Pərvizin maşını buradaydı. Ancaq xəyalla salam. Pərviz əmi. Hər nəysə, davam eləyirik. Xəyal, Ceyhun gəldilər. Məşqlərini də eləyiblər. Sadəcə olaraq bir problemimiz var ki, Ceyhun Süleymanovun avtomobilində hər nəysə. Ceyhun əminin avtomobilinin mosunda sadəcə çatdırmır. Bu trek də çox genişdir. Ona görə bu problemi var. Məsələ budur. Məşqini elədi müəyyən qədər, azdan çoxdan belə deyək. Ancaq stop verib, Xəyal da məşqlərini elədi. Xəyal Ağzəbəyli. Başkan dəyişib bu 100%. Yaşay Xəyal. Ceyhun əminin qanı qaradır. Xəyal müəllim. Sağ olsunlar, bizə də belə boks veriblər. Piqiya. Adında pilot var, Gürcü pilotdur. Sağ olsun bizə əmanət elədiyi üçün. Deməli, Fərid Quliyev məşqini elədin isə hər güzel sıradın məşq sırasıdır. Çıxdı. Fəridin məşq prosesini çəkə bilmədim. İnşallah yenidən gələcək. Həmin vaxt sizə video çəkib göstərəcəm. Deməli, Fərid Quliyev gəlir. Kamerada olan müəyyən fokus probleminə görə üzr istəyirəm. Mən də bilmirəm niyə fokuslaya bilmir. Xəyal gəldi. Köhnə most, təzə mostu əvəz elədi. Sağ olsun Xəyal usta. Həm pilot, həm usta. Dəstəyin əsirgəmir. Ceyhun Süleymanov maşın düzəldi. İndi yoxlayır. Fərid Quliyevin avtomobilində problem yarandı. İtəliyirəm. Heç nə asan hər şey gəlmir. Heç nə də asan olmur. Ola bilərsiniz, digər videolarda görə bilərsiniz ki, rahat drift eləyirlər. Getdilər, yer tutdular. Amma həqiqətən heç nə asan da olmur.
Nə prosesi baş verir? Kolxoz eləyir adam. Bir dənə zamokas. Bir dənə zamokas görək buradan buraxın. Hamı məşqini yetərincə eləyib qurtarıb. Mən də əlimdən gələn qədər çəkib sizlərə təqdim eləmişəm. Sabah kvalifikasiya mərhələsi olacaq. Kvalifikasiya mərhələsindən əvvəl ikili sürüşlər olacaq. İkili sürüşlərdən sonra kvalifikasiya mərhələsi və inşallah ayın 1-i yarış olacaq. Gedəsin stage 2-si belə deyim. Və maraqlı hər hansısa bir şey olsa yenə sizlərlə bölüşəcəm.